Hamıya salam. Mən Numizmat Fərhad. Bu videoda sizə bu yaxınlarda satılmış 2 nadir 5 dollarlıq əskinazı göstərəcəm. Bunlar adi əskinazlar kimi görsənə bilər. Amma əslində bunlarda olan kiçik bir xüsusiyyət bu kağız parçalarını çox dəyərli bir pula çevirir. 1977-ci ilin bu 5 dollarlıq əskinazının böyük dəyəri var. Dövriyyədə olmamış Choice Uncirculated 64 dərəcəsində olması bir yana, onu kolleksiyaçıların gözündə qızıl külçəsinə bərabər edən cəhət xətalı olmasıdır. Ön hissəyə diqqət yetirsəz, 3-cü çap elementləri, yəni seriya nömrələri və ABŞ xəzinəsi ilə federal ehtiyat sisteminin qara və yaşıl ştamplarının başayaq çap olunduğunu görəcəksiniz. Lincoln Memorialının əks olunduğu arxa hissədə isə hər şeyin ideal, cağ və xətasız olduğunu görürük. Inverted Overprint Error qəbilindən olan bu xətalı 5 dollar Heritage Auctions hərrac evində 630 dollara, təxminən 1070 manata satılıb. Bu 5 dolların isə qeyri-adiliyi elə ilk baxışdan nəzərə çarpır. Bu xətalı Lincoln Printed Fold Error xətası kimi sertifikatlaşdırılıb. Burada nə baş verib? Çap prosesinin 3-cü mərhələsində, yəni seriya və ştamplar çap olunan zaman vərəq qatlandığından sağdakı seriya və ştamp qatlanmış hissəyə, yəni qismən arxa hissəyə və boşluğa əkk olunub. Bu nadir əskinaz sentyabrın 9-da Amerikanın Heritage hərrac evində 780 ABŞ dollarına, bizim məzənnə ilə 1326 manata satılıb. Videonu bəyənməyi unutmayın.